deyəcəklər yenə də bölgə danışıq eləyir, ayrı seçkilik. Tələbə də olmuşam, görmüşəm. Bakıda böyüyən başqadır, rayonlu da ola bilər, Bakıda gəlir böyüyür. Bu daxili tərbiyədir, mənəviyyatdır. Bölgələrdən gələn bəzi qızlar var idi ki, ata gəlirdi, yola salırdı, arxa qapıdan çıxırdılar, görüşə gedirdilər. Nə bilim, yubkada, uzun yubkada gəlirdilər, arxa qapıdan qaldırırdılar yubkanın ətəyi, belə gedirdilər. Və valideynlər olurdu ki, gətirirdilər, məsəl üçün, dekan çağırırdı ki, sizin qızınızın əxlaqında problem var. Çox adi yanaşırdılar. Tək ki, getsin Bakıya, ərə getsin, kimisə tapsın. Sanki bilirsiniz necə, o 8 dənə, 9 dənə uşaq dünyaya gətirmək var idi da əvvəlki vaxtda və maraqlanmırdılar. Hərə öz başının çarəsini qılsın, hərə necə bacarırsa, bir tikə çörək harda bacarırsa tapsın, yesin. Belə idi. Və həmişə də pis olub onsuz da. Deyirdilər ki, getdi filan kəsin ərindən doğdu. Bunu gətiriblər. Mənə belə çox qəribə gəlir. Və bu adamlara çuşka deyirdilər. Çuşkalar. Çuşka bölgədə də yaşayan deyil ancaq. Bakının içində də çuşkalar var. Elə şəhərlidir, böyüyüb, daxili çuşkadır.